Nağıl dostlarıma salamlar. Bəlkə də aranızda yuxudan əvvəl çimməyi sevən uşaqlar var. Həmçinin ümumiyyətlə çimməyi sevməyənlər. Bugünkü nağılımızda hər biriniz özünüzdən bir parça tapacaqsınız. Elə isə başlayaq. Zeynəb adlı balaca, şirin, gözəl bir qız var idi. Əksər qızlar kimi Zeynəb saçları ilə oynamağı, daramağı, onlara xüsusi qulluq etməyi çox sevirdi. Amma saçlarımızın gözəlliyi kimi sağlamlığı, təmizliyi də çox önəmlidir. Hə uşaqlar? Odur ki, Zeynəb həm də çimməyi çox sevirdi və hər çiməndə özü ilə oyuncaqlarını da birlikdə aparırdı. Günlərin bir günü xoşagəlməz bir hadisə baş verir. Zeynəb çiməndə şampunlu su onun gözlərini yandırır. Gözləri necə göynəyirsə, ağlaya-ağlaya çıxıb hamamdan qaçır. Bu hadisədən sonra Zeynəb çimməkdən qorxur. Hər dəfə evdə çimmək vaxtı çatanda ağlayıb, çimmək istəmirəm, mən çiməndə su gözlərimi yandırır deyir. Bir müddət sonra Zeynəbin nənəsi görür ki, belə olmayacaq. Hər dəfə çiməndə Zeynəb qorxur, ağlayır, bütün kefi pozulur. Nəvəsini yanına çağırıb deyir ki, nənə sənin üçün sehirli bir şampun hazırlayıb. Nə? Sehirli şampun? Zeynəb bunu eşidəndə çox sevinir. Bu şampunun sehri nədədir ki, nənə? Deyə soruşur. Nənə bildirir ki, o sehirli bir qarışım hazırlayıb və onu şampuna əlavə etdikdən sonra Zeynəbin gözləri əsla yanmayacaq. Hətta şampunlu su onun gözlərinə yenə tökülsə də. Zeynəb nənəsinə inanır və şampunu yoxlamaq qərarına gəlir. Sehirli şampunla əvvəlcə nənə saçlarını yuyur və gözlərinin yanmadığını deyir. Nənəsinə inanan Zeynəb ürəklə saçlarını yumağa başlayır. Uşaqlar, doğrudan da Zeynəbin gözləri bu dəfə yanmır. Nəhayət, yenidən Zeynəb çimməyi, saçlarını yumağı sevir və ağlamır. Ertəsi gün Zeynəb nənəsindən xahiş edir ki, bu sehirli şampundan çox düzəltsin. Zeynəb həmin şampunu dostları ilə bölüşmək istəyir. Hə uşaqlar, bugünkü nağılımız da burada bitdi. Unutmayın ki, sağlam böyüməyimiz üçün təmizlik çox önəmlidir. Eləcə də sağlam, uzun, parlaq saçlara sahib olmaq istəyirsinizsə, yatmazdan əvvəl südünüzü içməyi unutmayın. Gecəniz xeyrə qalsın.